Tanınmış vəkil saxlanılıb, deməli, bu vəkili əsasən İlkin Süleymanovun vəkili kimi tanımışıq, dəyərli izləyicilər. Bax, bu barədə bir material diqqətinizə çatdıracağım. Söhbət Gəncədə yaşayan tanınmış vəkil Zabir Qəhrəmanovdan gedir. Həmin vəkil saxlanılıb və vəkil avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirməkdə şübhəli bilinir. Hazırda Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. Bir neçə gün əvvəl onun vəkillik fəaliyyəti 6 ay müddətinə dayandırılıb. İndi təbii haldır ki, məsələ çox uzandığına görə, necə deyərlər, kifayət qədər müzakirələrə səbəb olacaq, kifayət qədər, necə deyərlər, maraqlı məqamlar ortaya çıxa bilər və yaxud da, nə bilim, bəlkə kimsə təxribata çəkib və s. və ilaxır. Ancaq bütün hallarda, ümumiyyətlə, qanun adamları xüsusən, necə deyərlər, ehtiyatlı və diqqətli olsalar daha yaxşı olar.